SideFX kanalının yeni videosuna xoş gəlmisiniz. Bu videoda biz risk menecment haqqında danışacağıq. Bildiyiniz kimi tradingdə bir çox elementlər var ki, onlar çox böyük önəmə sahibdirlər. Necə ki, strategiyadan danışırıq, bugünkü gündə texniki analizdən danışırıq, fundamental analizdən danışırıq. Bundan əvvəlki videoda market strukturu haqqında danışmışdıq. Bir neçə belə struktur formalı məsələlərdən danışmışıq. Lakin bu işin, bu necə deyim, prosesin çox vacib bir hissəsi var ki, bu risk menecmentdir. Risk menecment gündəlik həyatımızda da var. Gündəlik necə deyim, pulumuzu xərclədiyimiz zaman, yəni əsasən burada risk menecmentimiz büdcə idarə etməsinə gətirib çıxarır bizi. Yəni gündəlik həyatımızda da bunu eləyirik, tradingdə də bunu eləməliyik. Amma bu necə edilməlidir sualın çox adam verir. Bunun üçün çox necə deyim, konspektlər var, çox məsələlər var və s. Bu videoda kifayət qədər informasiya bolluğu olacaq. Ona görə tövsiyə edirəm ki, jurnalınızı, qələminizi yanınıza alın ki, biraz riyazi məsələlərdən danışacağıq. Əvvəlcə biraz ümumi hissədən gəlməyə çalışıram. Biz prop firmlərlə işləyirik. Əvvəlki videolarda gördüyünüz kimi. Prop firmlər nədir desə, yəni əvvəlki videoda ətraflı danışmışam, amma onun üstünə keçməyə çalışmayacağam. Prop firmlər nədir? Bunun haqqında əvvəlki videolarda danışmışam. Keçib baxa bilərsiniz. Prop firmlərdə əsasən bizə daily drawdown və max drawdown verilir. Onları yazaq, məsələn, D-də yazaq, məsələn 5% olur çoxsunda. Max drawdown-da 10% verilir bizə əsasən. Yəni bu çox prop firmdə belədir. İndi 1-2% başqa firmlər arasında dəyişiklik ola bilər. Mən ümumilikdə belə götürəcəm. Siz prop firmlərlə işləyən zaman 1 step və 2 step keçməli olursunuz. Çox adətən yəni 2 steplə istifadə edirik biz hesabları. Yəni bu stepləri keçən zaman siz nə çox vaxt itirməməlisiniz, nə də çox risk etməməlisiniz. Çünki çox tələsmək axırda hüsrana gətirir. Çox da asta-asta yerimək çəkilməz bir, necə deyim, prosesə gətirib çıxarır, çəkilməz bir sürəcə gətirib çıxarır. Ona görə də gərək nə çox, nə az risk eləyəsən. Yəni riskin tutarlı olmalıdır. Ən əsas qaydalardan biri sabit riskdir. Tradingdə mental stability çox böyük önəm daşıyır. Yəni bunu necə izah eləyim? Siz daimi olaraq, necə deyim, bir dəfə deyək %1 risk eləyirsiniz, bir dəfə %3 risk eləyirsiniz, bir dəfə %0.5 risk eləyirsiniz. Hər dəfəsində sizin psixologiyanız çox müxtəlif faktorlarla rastlaşır. Yəni ona görə siz mental olaraq çox dəyişkən həyatda yaşayırsınız deməkdir. Mental dəyişkənliyə çox yer verirsiniz deməkdir. Buna görə də siz düzgün, standart, stabil şəkildə əməliyyatlar ala bilməyəcəksiniz. Günün əvvəlində yaxud sonunda, həftənin əvvəlində, həftənin sonunda, ayın əvvəli, ayın sonu nə qədər gələsiz, özgüvən yanına və s. nə qədər profit üzərindən o sırf risk menecmentin düzgün idarə edilməməsi səbəbindən siz bütün büdcəni itirib likvidasiya ola bilərsiniz. Yəni risk menecment bu qədər önəm daşıyır. Çox prop firmdə daily drawdown 5, max drawdown isə 10%-dir. Yəni mənim trade stilimə uyğun olaraq mən gün ərzində bir dəfə stop olmuşamsa, ikinci əməliyyata baxmıram demək olar. Çünki market daimi olaraq şanslar verir. Gün ərzində bir dəfə stop olmuşamsa, ya mənim o gün nəsə əhval-ruhiyyəm və s. uyğun gəlmir, ya da ki marketin price action'ı çox pisdir, yaxud əlavə hadisələr baş verir, xəbərlər və s. Ona görə də sizə də məsləhətim budur ki, gündə bir stop olmusunuzsa, trade'i saxlayın. Əgər bir take profit olmusunuzsa, onda ikinci əməliyyat almaq şansı yarada bilərsiniz özünüzə. Yəni mən bu sistemlə irəliləyirəm. Deməli, ona görə də buna görə mən daily drawdown 5% hissəsində, yəni bir gün ərzində 5% itki eləmək, yəni çox böyük risk menecmentdir, çox pis risk menecmentdir daha doğrusu. Çox böyük risk elədikcə siz necə deyim, bir var live əməliyyat, live, yəni cibinizdən məsələn $1000 götürüb brokerə atırsınız və broker üzərindən $1000 trade edirsiniz. Amma bir də var prop firmlərlə trade. Prop firmlərlə bu qaydalar çərçivəsindəsiz. Yəni siz 10% itirsəz prop firmdə artıq hesab sizin deyil. Amma real pulda $1000-dan 10% itirsəz, yəni $100 itirsəz, qalan $900 sizindir. Amma hər kəsin gücü çatmır $1000. Ona görə də prop firmlər kimi mükəmməl bir sahə, mükəmməl bir platforma var və biz bundan istifadə edirik. Sizə də məsləhətimdir. Məsələn, $30 vermişəm özümə bir, yaxud $80 vermişəm, $10.000 bir prop firma almışam, bir fon almışam deyək. Bu fonda bizim buradan qeyd eləyəcəm. Məsələn, bu 0 nöqtəmizdir, başlanğıc. Bu bizim daily drawdown'umuzdur, 5. Bu da deyək 10% bizim
max drawdown, yəni tam itkimizdir. Bu zaman hesab partlayır təbii ki. Bu 10% profit deyək. Bu da bəzilərində, çoxunda hətta 8% olur profit ki, birinci pace-i keçəsiz, birinci stepi keçəsiz. Yəni mənim trade stilim yenə onu gətirib çıxarır ki, mən çox yüksək ararlarla işləmirəm. Nisbətən aşağı ararlarla işləyirəm ki, mental stabilitet ilə yanaşı stabil gəlir əldə edeyim. Çünki mən 1-in 10-a, 1-in 12-yə kimi ararlarla işləsəm, daimi olaraq mənim mental stabilitetim yerində ola bilməz heç cürə. Amma bunu eləyənlər var təbii ki. Mən nisbətən time frame'i böyük time frame'də işləyirəm. Yəni 15 dəqiqə, 1 saat, 4 saat, bəzən günlük. Amma çox traderlər var ki, 1 dəqiqəlikdə əməliyyat açırlar. Bəzən olur məndə də əlbəttə. Amma 1 dəqiqəlikdə əməliyyat zamanı sizin risk rewardunuz böyük olsa da qazanc, yəni win rate'iniz çox aşağı olacaq. 20-30 win rate-də gəzəcəksiniz. Yəni bu təbii ki insandan insana dəyişir. Bu qiymət aralığında qazanc götürə bilənlər var. Hazırda da bunu eləyə bilənlər var və onlar hazırda necə eləyir? Məndən yaxşı səviyyədə olan var, məndən aşağı səviyyədə olan var bu baxımdan. Təbii ki mən bildiklərimi, öz təcrübəmlə sizə mən bölüşürəm. Deməli, burada 10%, 5%, 0, 8, 10. Bu bizim qazancımızdır. Bu isə itkimizdir. Biz adətən %1 risk eləyirik. 1% bizim riskimizdir. Yəni, bir əməliyyata girəndə, məsələn, bu əməliyyata. Burada mən 1% qoymuşam, məsələn, stop bura və qazanc isə, məsələn, 2 neçədir bu? Yəqin 2-dir ya, bilmirəm. Baxarıq birazdan. Burada mənim qazancım 50 dollar qoymuşamsa, ya 100 dollar qoymuşamsa 10 minlikdə 100 dollar qoymuşamsa 200 dollar. Yəni bu stabil belə olur çox vaxt. 1% risk elədikdə sən deyək lose streak-ə girmisən. Lose streak nə deməkdir? Arda-arda itki deməkdir. Sən bir dənə əməliyyat itirdin. Bir dənə də əməliyyat itirdin. Yəni ayrı-ayrı günlərdir bunlar deyək. Çox qəşəng belə market şans verir, amma nədənsə stop olursan. Lose streak ardından lose streak yaşayırsan. Lose streak ardından lose streak, yəni sən 5 əməliyyat arda-arda itirirsən deyək. Yəni bu çox pis bir məqamdır. Yəni məndə də olub şəxsən bunları yaşamışam. Və oxşar vəziyyətdir hazırda. Birazdan onu izah eləyəcəm sizə. Deyək məsələ bu haldadır. Məsələ bu yerdədir. Siz artıq 5% itirmisiniz, hesabın yarısı gedib. Bu zaman sizin risk menecmentiniz 1 qalmamalıdır. Bu zaman nə etməlisiniz? Riski düşürməlisiniz. Keçməlisiniz 0.5-ə. 0.5-ə keçdikdə nə olur? Artıq sizin buradan bura gəlişiniz ümumilikdə 5% olsa da 0.5 risk elədiyinizə görə yenə 10 əməliyyata keçir. Yəni 10 dəfə arda-arda uduzsaz siz burada, ancaq elə sizin fonunuz partlaya bilər. Yəni siz arda-arda 15 əməliyyat uduzursunuzsa, onsuz da sizin tradinizdə nəsə düzgün getmir. Arda-arda anla ki 15 dəfə ola bilməz. Yəni siz düzgün nəsə eləmirsiniz. Gedin, çəkilin, başınızı ayırın tradingdən. 1 ay kimi bir müddət özünüzü puxtələşdirin. Məsələn, bu insandan insana dəyişir. 1 həftə, 1 ay, 2 ay, 5 ay. Özünüzü daha mükəmməlləşdirin, puxtələşdirin. Sonra gəlib yenidən fon alıb özünüzü yoxlaya bilərsiniz. Məsələ nə yerdədir? Birbaşa buradan bura 0.5 ilə də işləyən var. Yəni bayaq live büdcəsini niyə, yəni brokerlə 1000 dolların məsələsini niyə qoydum? Sizin orada işləm açmağa 1000 dollarınız, 100%-iniz var. Amma burada cəmi 10%-iniz var. Siz risk menecmentinizi elə eləməlisiniz ki, sizin buradakı o 10%-i yer sizə 100% kimi gəlsin. Yəni 100% kimi rahat ola biləsiniz. 100 olmasa da heç olmayan 70 olsun, 60 olsun ki, siz rahat trade eləyə biləsiniz. Yoxsa hər dəfəsində 2.5 qoyun mən 4 əməliyyata o fon gedir. 4 əməliyyat, 4 dəfə lose streak yaşadım, fon getdi. 4 dəfə lose streak yaşadım, fon getdi. Biz ağıllı trader əsasən itkisini nəzərə alır, itkisini gözə alır. Yəni bu əməliyyata girən zaman setupından əmindirsə, necə deyim, A+ bir setupla girirsə, o həmişə itkisini gözə alaraq girir. Yəni mən bu pulu itirmiş saymasam, qazanmış saysam, onu itirdikdə mənə mental çox böyük zərərlər verir o. Ona görə də mən bu pulu itirmiş sayıram. Çünki setupıma güvəndiyim halda bu pulu itirmiş saymalıyam ki, birdən nəsə olar, hansısa bir necə deyim. Yenə birazdan ətraflı bunun haqqında danışacağam. Yəni bizim məqsədimiz buradakı 10% hissəni kifayət qədər rahat trade edilə bilən bir vəziyyətə, situasiyaya, kontekstə gətirməyə çalışırıq. Təbii ki, bunun qazanc hissəsi nədir desək, yəni siz %1 risk eləsəz, deyək, stabil %1 ilə 10 əməliyyat şansınız var deyək burada. 3-ün 5-ini itirdiniz, 5-də sizə artıq ən məsləhətlisi 0.5-ə gəlməkdir. Yenə 5 dəfə itirsəz artıq bu hissədə olursunuz. Yəni hesabın 7.5-i. Artıq onda nə edirsiniz? Riski düşürürsünüz 0.25-ə. Yəni burada tam olaraq riyazi baxımdan baxılır məsələyə. Yenə eyni stildə əməliyyat alırsınız. Təbii ki, arda-arda itirirsinizsə yenə bir problem var. Məsləhətdir ki,
biraz uzaqlaşın qrafikdən yaxud bilmədiklərinizi, çatışmayan hissələrinizi təmin edin özünüzlə. Qalan məsələ odur ki, əsasən stabil 1% risk eləmək ən məsləhətlisidir. Buna görə də məsələn 1% risk elədim, 1-in 3 əməliyyat açdım, artıq mən 3% irəliləmiş oluram. Ardından bir take profit aldım, artıq mən 6% irəliləmiş oluram. Deyək bir əməliyyat uduzdum, artıq nə olur? Mən 1 geriləyirəm, 5-ə gəldim. 5-dən də bir take profitdən artıq PS keçmiş oldum. Stepi keçmiş olursan. Yəni risk menecment burada özünü göstərir. Bir risk eləmək ona görə ən idealdır ki, həm riyazi baxımdan çox rahat hesablanır, həm stabiliteni qoruyur, həm də ki, istənilən növdə, istənilən risk-reward ayarında yaxşı qazanc gətirə bilir. Yəni 1-in 1-ə belə alsan, heç olmayıb 1 irəlidəsən. Amma sən götürüb 3 risk eləsən, anında 3 geriyə düşürsən, anında 6 geriyə düşürsən. Yəni bu çox böyük bir qorxu yaradır, təşviş yaradır insanda. İstər-istəməz ən duyğusuz insan belə burada təşvişə düşür. Çünki pulla işləyirsən. Bundan əlavə olaraq risk menecmentdə danışası çox ətraflı bir qayda yoxdur. Yəni risk menecment çox da çətin deyil, əslində sadə bir məsələdir, amma istifadə qaydası mütləq çox düzgün olmalıdır. Yəni qaydandan şaşmamalısan bu məsələlərdə. Trading ona görə insandan çox böyük disiplin tələb edir ki, sistem deyən bir şey var. Yəni sən 1% risk eləyirsənsə, ondan kənarlaşmamalısan. Sən birdən-birə durub 4% risk eləyib deyəsən ki, nə olacaq? Bir əməliyyatdır mən %1 risk eləyim, %4 risk eləyim. Gəlsə mən birbaşa PS keçirəm, amma gəlməsə onu nəzərə almırsan ki, sən birbaşa hesabı az qala yarıya yaxın riskə atmış olursan. Eyni zamanda daily drawdown məsələsi var, spreadlər var, swaplar var və s. Yəni sən 4 risk eləmiş olsan belə elə bir lotla, elə bir yerdən gəlib keçə bilərsən ki, stop lossunu qoyarsan, amma elə bir xəbər olar ki, sən stop lossunu çox sürətli keçər, həmin anda spreadlər və s. komissiyalar və s. toplanar, elə bir yerə gətirib çıxarar ki, sən 5% risk eləmiş olmuş olarsan. Yəni bu prop filmlərdə çox görülən bir şeydir. Ona görə də bir risk ən idealdır, ən yaxşısıdır mənim gözümdə. Sizə də məsləhətim budur. İndi isə gələk ətraflı digər məsələlərdən danışaq. Daha doğrusu son nəticələrdən danışaq. Hazırda məndə hesab tam rəqəmin bilmirəm, amma deyəsən belə olmalıdır. 4935 olmalıdır. Ya 39 belə bir şey. Bu dəqiqə 1,2 səhv. Mənfi 1,2 də hesab. Onlar da necə oldu? Bundan əvvəlki videoda deyəsən danışmışdım bu əməliyyat haqqında. Amma növbəti əməliyyatlar haqqında danışmamışam. Bu iki əməliyyatın ikisində 2 bu verirdi, 3.73, 3.74 bu verirdi. Çünki yadımda qalıb. Bunların ikisini də qrupa atmışdım. Deyin görə bu əməliyyatlar necə oldu? Yəni burada görürsünüz ki, bir order flow ilə bağlı məsələlər növbəti videoda artıq onlara başlayacağam böyük ehtimal order flow-a. Burada görürsünüz çox qəşəng bir nərdivan şəkilli konsolidasiya, əla konsolidasiya və bizim istədiyimiz nədir? Buradan fair value qəbdən təsirlənmə və burada artıq bir vəziyyət yaratmışdı. Baxın, daha yaxından göstərim. 15 dəqiqəlidir, keçək 5 dəqiqəliyə. İstəyirəm belə məsələləri sizə biraz göstərim ki, gözünüz alışsın. Burada. Baxın, gəlir. Buradan çox yüksəkli aqressiv yuxarı çıxır, ardından aqressiv aşağı düşür. Konsolidə saxlaya-saxlaya buradakı fraktalın likvidasiyasını alır və asta-asta aşağı düşməyə başlayır və eyni zamanda gəlir buradakı balaca bir fair value qəb var. Onu doldurur. Onu dolduran zaman mən artıq dedim ki, bura əməliyyata giriş nöqtəsidir. Əməliyyata girdim. Girən kimi əməliyyat çox dəhşət sürətlə yuxarı çıxdı. Niyə görə? Bunun da bir səbəbi var idi. Dəqiq yadımda deyil, amma ABŞ-ın səhv eləmirəmsə, ABŞ ordusunun İrana yerüstü piyada hücum eləyəcəyi haqqında bir xəbər çıxmışdı. Bu səbəbdən çox aqressiv yuxarı çıxış oldu. Stop oldum. Stopun ardından nə oldu desəz, yəni bu mənim səhvim deyildi. Burada səhv mənim deyildi. Yəni kifayət qədər yaxşı stop səviyyəm vardı order flow qaydasına uyğun. Kifayət qədər yaxşı yerdən enter almışdım təsirlənməsi üçün. Buradan gəldi, asta-asta düşdü aşağı, düşdü. Xəbərlə gəldi. Baxın neçə ar verib. 5 ar hardasa əməliyyatımız verib. Mən də istədiyim təqribi buralar idi. Bu 2 likvidasiya səviyyəsinin buradakıları təmizlənməsi idi. Yəni çox unlucky bir stop oldu. Yəni xəbər sayəsində stop oldu. Yəni inanmıram ki, xəbər olmasaydı buradan təsirlənib, yəni bu fair value qəbdən təsirlənməyib aşağı düşməyəcəyini düşünmürəm. Çünki əgər elə olmasaydı bunlar da gəlməzdi. Yəni burada səhv mən deyil. Stop lossun səbəbi odur. İkinci isə burada da həmin vəziyyət yaranmışdı. Oxşar bir vəziyyət. Burada görürsünüz ki, order flow low, order flow high. Eyni şey burada da yaranıb. Gəlir buradan
bir neçə likvidasiya səviyyələri buraxıb, çox qəşəng konsolidasiya ilə gəlib, aqressiv aşağı düşüb və ikinci konfirm axtarırdım mən burada. İkinci konfirmdə buradakı order flow low-dan girmişdim. Amma niyəsə görə buradan aqressiv yuxarı çıxmağa başladı və necə oldusa, yəni mənim istədiyim şəkildə market çox qəşəng bir çəkimlə qrafiki aşağı çəkməyə başladı. Gəldi aşağı, buradan təsirləndi, düşdü, biraz da aşağı, gəldi, buradan təsirləndi, biraz da düşdü aşağı, gəldi, buradan təsirləndi, yenə düşdü. Çox qəşəng gedirdi hər şey. Bu dünənin əməliyyatı idi. Qrup atmışdım hər ikisini, harda enter eləmişəm, harda çıxdım əməliyyatdan nəticəsini və s. Sonra nə oldu desəz, xəbər çıxdı. Necə olursa bəxt onu gətirib çıxarır ki, tam mən əməliyyat alan vaxtda bu ölkələrin xəbər yaymaq vaxtına düşür. Necə olursa bunların elə bil ki, məni gözləyirlər. İran dedi ki, İran ölkəsi, mən atəşkəsi qəbul eləmirəm. Nə oldu desəz, indi bu 5 dəqiqəlikdə belə görünür. 15 dəqiqəlikdə gəlin baxaq. Tək Şamdan gəldi break-even elədi. Yəni stopu artıq çəkmişdim entry-yə. Kifayət qədər yaxşı ar verirdi. 3.73 çox qəşəng bir ardı. Hardasa nə qədərdən qayıdıb? 1.57-dən qayıdıb. Heç olmaya 2 ilə çəksə 2 də olmurdu heç. Son əməliyyatlarıma baxsaq, yəni heç nəsiz bu 3 əməliyyatla mən polnu funded ola bilərdim. Bu əməliyyat vəbşə plus 6-7 yazırdı mənə. Hətta pəsid ola bilərdim bundan. Biraz da xeyrdəydim. Bu əməliyyatda həmçinin kifayət qədər yaxşı olacaqdı. Yəni mən bunu saxlayacaqdım çünki aşağıdakı hədəflər böyükdür. Yəni bu pair ona görə xoşlayıram ki, əksər vaxt çoxlu likvidasiya səviyyələri üçün fraktallar saxlayır. Bu əməliyyatda eynən kifayət qədər ar verirdi. Yəni mən polnu funded ola bilərdim bu əməliyyatlarla, lakin olmadı. Hazırda hesab bu yerdədir. İnşallah daha yaxşı olacaq. Hər videoda istəyirəm ki, hər videonun sonunda hesabın vəziyyəti haqqında məlumat verim. Risk menecment haqqında bu qədər. Yəni o qədər də geniş bir mövzu deyil bu. Kifayət qədər sadə mövzudur. Ümid edirəm fikirlərimi sənə çatdıra bildim. Bundan əlavə nə sualın olacaqsa, Telegram kanalıma gələ bilərsən. Orada ətraflı şəkildə nə sualın olsa mən səni cavablandırmağa çalışacağam. Əgər video xoşuna gəldisə, like qoy, abunə ol. Özünə yaxşı bax, hələlik.